Herkese salam dostlar. Java öğrenir seriyamızın 3-cü bölümünə və yaxud tapşırıq olaraq desə 2-ci bölümünə xoş gəlmisiniz. Bugünkü bölümdə mən sizə dəyişənləri izah edəcəm. Gəlin ilk öncə bu kodun bu hissəsini silək və yazmağa başlayaq. Hamımız bilirik ki, dəyişənlər iki yerə bölünür. Reference və data types. Reference və məşhurlarda, data types isə data tipləri kimi gedir. Tip, gəlin tiplərə baxaq. Byte. Byte nə deməkdir? Byte çox kiçik tam ədəd deməkdir. Short nə deməkdir? Short kiçik tam ədəd deməkdir. Məsələn, short B100. Int nə deməkdir? Tam ədəd ən çox istifadə olunur. Yəni int ən çox istifadə olunanlara daxildir. Long çox böyük tam ədəd deməkdir. Float onluq ədəd deməkdir. Və onluq double isə onluq ədəd, bu daha dəqiqdir. Yəni floatun nəzərən daha dəqiqdir. Burada əslində qeyd olunmayıb, lakin bu üçü də ən çox istifadə olunanlardan, hətta boolean da ən çox istifadə olunanlardan biridir. Daha sonra char nədir? Char simvol deməkdir. Məsələn, bu şəkildə. Boolean isə iki variantı olan təkcə dəyişəndir. True və ya false. Boolean ya true olur, ya da ki false olur. Başqa variantı yoxdur booleanın. Daha sonra isə reference dəyişən növlərinə baxaq. Reference string, array, scanner, class, object. Object obyekt deməkdir. Class, yəni siniflər qururuq ki, hissələrə bölək. Scanner, gələcək bölümlərdə də görəcəksiniz bir şeyi input eləmək. Array massiv kimidir. Yəni məsələn int a bərabərdir 15, int b bərabərdir 20. Bu şəkildə yazmaqdan isə bir massiv yaradırsınız və bunun içinə yazırsınız. Bunun növbəti mövzularımızda olacaq və stringi də bayaq dedim, söz deməkdir, söz yazmaq üçün. İndi gəlin bunu altından yazmağa başlayaq. Bir dənə dəyişən adımız olsun. Dəyişənimizin növü int olsun. Int məsələn yaş age dəyişəni olsun. O bərabərdir. Int age dəyişəni olsun 12. Daha sonra string ad dəyişəni yaradaq. Bunu böyle yazırıq. String ad. Onu da bərabər edirik toğrular. Burada dəyişən demək olar ki, Python'da neydi? Lakin bir stringdə fərqlilik var ki, S-i böyle yazırıq, capitalize ilə. Daha sonra bir dənə double yaradaq. Double P. P'miz olsun 3.14. Nokta sərf eləməmsə 15 belə dərəcədir P. Daha sonra bir dənə char növü yaradaq. Char simvol deyək. Char simvol olsun. Bunu tək xətlə yazırıq. Məsələn, A hərfi. Və ən axırda boolean bu şəkildə yazılır. Boolean adı olsun məsəl üçün nə olsun? Bunu əslində biraz belə fərqli cür yazılır. Məsələn, ağıllıdır. Məsələn, nerə yazarıq? Boolean ağıllıdır da olsun. False. Daha sonra bunları indi biz çap etmək üçün system out print funksiyasını istifadə edəcəyik. Keçən videoda da var idi bu. Bu şəkildə başlayırdı. System.out.print eylən tövsiyə görürəm hamımıza. İndi sizin öz istəyinizdən asılıdır. Biz hal-hazırda bir dəyişəni çap edəcəyik deyə biz dırnaq içərisində istifadə etməyə ehtiyac yoxdur. Lakin indi bunun sözlə daha dəqiq istifadə edirəm deyə birinci dırnaq içərisinin daxilində bir söz yazaq. Məsələn, yazaq ki, mənim
boşluq qoyuruq. Üstəgəl bu hissəsi Python oxşayır. Üstəgəllərini istifadə edirik. Amma C++-da kiçikdir, böyükdür işarələr teması idi. Burada üstəgəlin istifadə etsək bəsimizdir. Üstəgəl dəyişən adı age və bir daha da üstəgəl. Bu dəfə isə boşluq qoyuruq və yaşım var yazırıq. Nokta vericimizi də qoyuruq və aşağı sətr keçirik. Bu sətirdən sonra isə deyək ki, mənim adım Toğruldur. System.out.print edin. Bu dəfə isə deyək ki, mənim adım boşluq qoyuruq. Üstəgəl. Üstəgəl ad. Üstəgəl şəkilçisi. Nöqtə virgül. Bu dəfə isə deyək ki, P-nin qiyməti 3,10.000-də 1415-dir. Siz print edin. Bunu da yazaq ki, P-nin üstəgəl P yazır dəyişən adını və üstəgəl deyil, nöqtə virgül. Və buradan çar simvol qeyd etmişik. Dərslərindən alıram, məsələn də İngiltərədə AB teması var axı. Bunu da o şəkildə sırf çar olsun deyə işlətmək istəmişəm. System out da print edin. Burada yazaq ki, qiymətlərim. Burada bir dənə üstəgəl çar simvol. Üstəgəl boşluq səviyyədədir. Bu şəkildə nöqtə virgül və ən axırıncı olaraq boolean istifadə edilir. System out print. Burada sadəcə print istifadə edəcəm, çünki sonuncu əmrdir artıq bu. Buna print elan, yəni print line istifadə etməyə ehtiyac yoxdur. Bunun daxilinə yazırıq, məsələn, mən ağıllıyam. Sual işarəsi qoyuruq. Mən ağıllıyammı? Belə yazaq. Sual işarəsi, boşluq, üstəgəl, bir dənə belə yazaq. Cavab, üstəgəl, dəyişən adı ağıllıdır. Bu şəkildə. İndi bunu run eləyək gəlin. Mənim 12 yaşım var, mənim adım Toğruldur. P-nin qiyməti 3,10.000-də 1415-dir. Qiymətlərim A səviyyədədir. Mən ağıllıyammı? Cavab false. Bu şəkildədir. Ümidvaram kodu və izahı tam şəkildə başa düşdünüz. Növbəti layihələrdə və öyrənmə seriyalarında görüşənə.